Bunu da bir alim danışır. Deyir, Miyanə şəhərində bir tacir var idi. Heç bir savadı yox idi. Elmə sahib deyildi. Çox varlı adam idi. Varlıların da səxavətli az olur da. Bu barədə məndən soruşun deyim sizə. Varlılar xoşlayır onlar üçün danışasan. Hamısı yoxa, yaxşıları da var. Amma danışasan desin, bəh-bəh, əhsən, bərəkəllah filan. Amma o sərvəti ilə işin olmaz. O ayrı məsələdir. Sən otur mənim o ilə danış, əhsən, bərəkəllah. Amma nəsə məndən dinən ki, filan şey nəsə lazımdır, o mənlidir. Amma bu elələrindən deyildi. Bu əl açıq adam idi. Bir böyük ev tikmişdi, deyir. Evin qapısı açıq idi. Heç buna demədən deyirdi, kimin evi yoxdur, gəlsin, qalsın. Hər otağında bir ailə yaşayırdı. Biri çıxıb gedirdi, cəmaat özü soraqlaşırdı. Bilirdi ki, evdə indi qalan var ya getdi. Yəni maraqlanmırdı. Evi açmışdı, tikmişdi və qapısı açıq idi, heç özü oraya getmirdi. Kim qalır, qalsın. Və bütün lazımi ləvazimatla da təmin eləmişdi evi. Öz evindən başqa bir ev idi bu. Bir dənə də ev ruhanilər üçün tikmişdi ki, məsələn, Ramazan ayında, Məhərrəm ayında ki, söhbətə gəlirlər, orada qalırlar. Bir evi ayrıca onlar üçün tikmişdi. Zəkat vaxtı gələndə deyərdi ki, torpağımdan filan qədəri verdim. Hərkət zəkatdan qat-qat çox verərmiş. Verdim yoxsullara. Torpaq hədiyyə eləyərmiş zəkat olaraq. Ramazan ayında hər gün deyir, iftar verərdi. Qıtlıq vaxtı idi, çörək qəhətə çıxmışdı. Bunun da buğda tarlaları var idi, deyir. Özü deyir, çörəyi bişirərdi, yeməyi. Bir özü aparardı ehtiyaclı ailələrə. Öz əli ilə də xidmətçisinə desin, apar bunu ver, özü belə xidmət eləyərdi. Mən bunları danışdım ki, bu necə adamdır, sizdə təsəvvür olsun. İndi bu deyir, dünyasını dəyişir, can verir. Bu alim danışır ki, mənim atam, o da alim idi. Getdi bunun görüşünə də bu can verir. Deyir, gördüm ki, axır vaxtlarında yavaş-yavaş. Amma mən hiss elətdirmirəm, mənə dedi ki, getməliyəm mən də. Mən getməliyəm. Deyir, dedim, yox, inşallah dua eləyər, Allah şəfa versin. Dedi, yox da, mən bilirəm, getməliyəm. Səndən xahişim var ki, mənim yanımda ol, mən canımı tapşıranda, qüsul kəfənimi də sən elə, apar dəfn elə də. İndi elə bir o yerin alimidir də, ruhanisidir, istəyir ki, bu gəlsin. Deyir, oturdum, gecənin əvvəli idi, mənə dedi ki, hələ narahat olma, ged evə yat, mən özüm səni çağıracam, vaxtı çatanda deyəcəm sənə. Deyir, getdim, yatdım, gecə yarı idi, gəlib qapımı döydülər, dedilər ki, bəs çağırır sizi, ruhanını dedilər ki, ruhanını apardılar. Deyir, getdim, oturdum, yanında gördüm ki, can verir, özündə deyil, heç halı özündə deyil. Birdən deyir, gördüm ki, durdu, oturdu. Durdu, oturdu. Dedi, Esselamu aleykə ya Resulallah, Esselamu aleykə ya Emirəl-Müminin. Bir-bir 14 məsuma salam verdi. Hiss elədim ki, başının üstünə gəliblər. Hiss elədim, başının üstünə gəliblər. Bir-bir salam verdi ədəblə. Sonra bir cümlə dedi və canını tapşırdı. Cümlə bu idi ki, dedi, ilahi, özüm buyurmusan ki, ağsaqqallara hörmət eləyin. Allah deyir də ki, saçı ağ olan, saqqalı ağ olanlara hörmət eləyin, ayağına durun. Ehtiram göstərin. Özün demisən, ağsaqqallara hörmət eləyin. Mən də qocayam, ağsaqqalam, sənin hüzuruna gəlirəm. Sən demisən, hörmət eləyim, sən də məni hörmətlə qarşıla. Xahiş edirəm, hörmətlə məni qarşıla deyib. Bunu dedi və dünyasını dəyişdi. Dünyasını dəyişdi. Əhl-i beyt hamısı gəlir adamın başının üstünə. Mərifəti, qəlbində elmini özü ilə aparan adam orada tanıdıqlarını görür.